Ne olub? Bu 4 nəfəri o tərəflərdən tutmuşuq. Bu 2 ilə qadın o 2 nəfəri əsir aparırdı. Kimsiz? Biz Əmir əl-Möminin Məhəmməd Əminin nökərlərindənik. Bunlar isə məmunun adamlarıdır. Bizi əsir tutub mərvə aparmaq istəyirdilər. Yalan deyirlər. Allah lənət eləsin sənə. Səni hardasa görmüşəm. Məni? Güman eləmirəm, Sərdar. Bu alçaqlar qabağımızı kəsib yolda bizi qarət eləmək istəyirdilər. Salamün əleyk. Aleyküm salam. Böyük sərkərdə İsa ibn Mahana məktub gətirmişəm. Kimin məktubunu? Məmun sarayının böyüklərinin. Mənimlə gəl. Bağlayın əl ayaqlarını. Sonra işlərinə baxarıq. Bağlayın. Mən o qasidi tanıyıram. Bəli. Mən də o sərkərdəni tanıyıram. O həmin adamdır ki, qardaşım Rəşidi öldürüb. Görün bu məktubdan nə anlayırsınız? Oxu. Bismillahirrahmanirrahim. İsa Cəludidən, Əbu Yunusdan və Əli ibn Əbi İmrandan Əmir əl-Mömininin böyük sərkərdəsi Əli ibn İsa ibn Mahana. Salamdan sonra, ey İsa, biz Əmir əl-Mömininin tərəfdarları səni xəbərdar eləyirik ki, böyük bir ordu Kabildən, Ermənistan, Küfə, Bəsrə, Vasid,
Mosul və Azərbaycan tərəfindən sənin üstünə gəlir. Elə isə məsləhət bildiyin kimi çalış, özünü və ordunu bu təhlükədən qurtar. Vəssalam. Bu nə boş sözlərdir? Casuslar, bu haqda indiyə qədər sizə bir xəbər göndəriblər? Yox. Bəs bu necə ola bilər? Mərvdən nə vaxt çıxmısan? 3 gün olar böyük sərdar. Yaxşı qulaq as gör nə deyirəm. Düzgün cavab versən, sənə gözəl bəxşiş verəcəyəm. Bu neçə gündə Mərvdə təzə xəbər eşitməmsən? Eşitmişəm. Təzə xəbər budur ki, İsa ibn Mahan 70.000 qoşunla Mərvə tərəf hərəkət edir. Bundan başqa xəbər eşitməmsən? Yola düşdüyüm gün şəhərdə xəbər yayılmışdı ki, böyük bir ordu Əmirzadə Abdullah Məmunun köməyinə gəlir və tezliklə sizin qarşınızda sədd çəkəcək. Bəxşişini alacaqsın, get. Bizə işarə elədi. Bəlkə də hiylə işlədirlər. Ola bilər. Amma birdən həqiqət olsa neyniyək? Ehtiyat əldən verməməliyik. Ola bilər gözümüzü açıb görək ki, hər tərəfdə mühasirədəyik. O zaman artıq heç bir şey eləyə bilməyəcəyik. Bir çarə qalır. Çarə budur ki, yubanmadan hücuma keçək. Əgər bu xəbər doğru olsa, bu hücum imkan verər ki, kömək yetişməzdən qabaq Tahiri aradan götürüb, bura gələn təzə qüvvə ilə, inamla döyüşmək üçün yaxşı hazırlıq görək. Xəbər yalan çıxsa, onda da heç nə itirmirik. Nə deyirsiniz? Düzdür, Sərdar. Ən yaxşı yol budur. Yaxşısı siz buyurduğunuzdur. Elə isə döyüş təbilini vurun. Göstəriş verin, ordu yola düşsün. Tahirin ordugahına yaxınlaşan kimi hücum eləyib işini bitirərik. Atım o tərəfdədir. Onu götürə bilərsən. Hey, qaçdılar! Qaçdılar! Gözətçilər, qaçdılar! Aradan çıxdılar! Tutun onları! Qaçdılar! Qaçdılar! Gözətçilər! Hey! Gözətçilər xəbər gətiriblər ki, İsa'nın ordusu çadırları söküb bizim üstümüzə hərəkət eləməyə başlayıblar. Allah'a təvəkkül. Bu Fəzl ibn Səhl zamanənin hiyləgəridir. Görəsən necə xəbər tuta bilir?
O Cəfər ibn İsaqdır. Ki Mədinədə idi. Burada nə edir? Mən səni tanıyıram. Adın İbn Əqildir. Burada nə inirsən? Sən də görüm Cəfər ibn İsaq burada nə edir? Elə bilirdim Əli ibn Musanın tərəfdarısan. Elədir. Bu iki qəsbkarın davasıdır. Bilirəm. Gəl söhbət eləyək. Yox. Bura gəlməyinin səbəbini bilməyincə yerimdən tərpənməyəcəm. Söz güləşdirmə igid. Gəl sənə deyim. Tahirdən xəbər gətirmişəm. De görək. Dedi ki, döyüşə hazırlıq görün. Yedi? Yox. Məmunu görməyə getmirsən? Yox. Mən onunla üzləşə bilmirəm. Məni görən kimi sorğu-suala başlayır. Döyüşün gedişatını soruşur. Elə bilir ki, mən hər şeydən xəbərdaram. Onun qabağında daim məcburum, soyuqqanlı, gülərüz, arxayın dayanmaqdan yorulmuşam. Ondan çox mən özümdə rahatam, qorxuram, bütün bədənim titriyir. Bu döyüş mənim talihim, onun yox. Bir ömür zəhmətimin, neçə arzumun aqibəti bu döyüşün nəticəsindən asılıdır. Məmun uzaqbaşı hakimiyyətini itirəcək. Mənimsə hər şeyim, hətta həyatım döyüşlə bağlıdır. Əgər biz məğlub olsaq, İsa cürət eləyib Məmunu öldürə bilməz. Axı o Harunun oğlu, xəlifənin qardaşıdır. Bəs mən kimim? Sözsüz bütün günahlar mənim üstümə yıxılacaq. Hətta Məmun da məni günahkar sayacaq. Əslində isə bu döyüşdə məndən başqa heç kim uduzmayacaq. Günü bugün qasid gəlib məğlubiyyət xəbərini gətirsə, indi hər gün öz oylağındakı kimi gəzdiyim, qabağıma çıxanların hamısının qarşımda təzim elədiyi bu şəhərin meydanında yalnız mənim başımı bədənimdən ayıracaqlar. Qorxuram Azərli. Qorxuram. Qorxuram. Ağla Fəzil, ağla. Ağla. İndi burada ikimizdən savayı heç kim yoxdur. Lab uşaqlar kimi hönkürüb ağlaya bilərsən. Amma burada. Lakin elə ki bu evdən bayra qədəm qoydun, yenə də o Fəzil ibn Səhl olmalısan ki, qüdrət, cəsarət, şücaət və soyuqqanlığı dillər əzbəri olub. Cəsarətini itirmə. Lab cəllad qabağında dayansan da, haqqın yoxdur ki, mənliyini azacıq da olsa sındırasan. Sən ömrünün axırınacan, cəmaatın qabağında öz təmkinini pozmamalısan. Bu ağlayan mənim Fəzlimdir. O ki coşub daşır, əmr verir, qorxmadan öz canını təhlükəyə atır. Cəmaatın tanıdığı Fəzil ibn Səhildir.
Yeriyəndə ayağının altında yer titrəyən Fəzli görmək istəyirəm indi mən. Ardımca!
cürət eləyirmez. Mən ona kömək eləyərdim. Onu qoruyardım. Beni tanıyabildin? Emir İbn Reca. Katil. Kardeşini sen öldürdün. Kardeşinin katili de o.
Gülnaz, tut! Gel, dan iyi seni ibler. Ez, dan, ez daşmalıyız. Ne bileyim. Atamı öldürecekler. Belki de. Bəs bizim akıbetimiz necə olacak? Salam. Salamün aleyküm. Salam.
Görürsünüz? Görürsünüz? Hamı artıq tədarük görüb. Hamısı qaçmağa hazırlaşır. Bismillah elə, şirindir. İştaham yoxdur. Nigaranam. Mən də nigaranam. Nigaran? Niyə axı? Mən əminəm ki, çox mühüm hadisələr baş verib. Bizimsə xəbərimiz yoxdur. Bizim üçün pis hadisə baş verməyəcək. Biz lap əvvəldən lazımı xəbərləri İbn Mahana çatdırmışıq və bu xidmətimizlə ona öz sədaqətimizi göstərmişik. Əgər qalib gəlsə, bizi öz yaxın dostları və tərəfdarları kimi qəbul eləyəcək və hər cür təhlükədən uzaq olacağıq. Yox, əgər məğlub olsa, onda Məmun qalib gələcək. Və o zaman biz Abbasi xanədanının böyükləri və sadiq tərəfdarları kimi bu qələbəyə şərik çıxacağıq. Bilmirəm. Gözətçi! Gözətçi! Şəhərdə nə baş verib? Bu nə səs-küydür? Şəhərdə çaxnaşma düşüb. Cəmaat hayküy salır. Amma bilmirəm səbəbi nədir. Bəs niyə dayanmısan axmaq? Get gör nə xəbərdir. Get! Gözətçi! Gözətçi! Şəhərdə nə baş verib? Bu nə səs-küydür? Şəhərdə çaxnaşma düşüb. Cəmaat hayküy salır. Amma bilmirəm səbəbi nədir.
Bəs niyə dayanmısan axmaq? Get gör nə xəbərdir. Get! Nə oldu? Bilmirəm. Ata! Biz galip geldik. Bu İsa İbni Mahan'ın başıdır. Bugündən biz səndən başqa Əmirəl-Möminin tanımırıq. Səndən başqa heç kimə beyət eləməyəcəyik və yalnız səni Əmirəl-Möminin biləcəyik. Təbriklərimizi qəbul elə, ey Əmirəl-Möminin. Bəzən deməni tək qoysunlar. Bəs deyil. Əmirəl-Möminini tək qoyun. Gedin. 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 Necə oldu Tahir ibn Hüseyin kiçik bir ordu ilə o məlunun ordusuna qalib gəldi? Təqdir. Qəza qədər belə idi və belə də olmalı idi. Bir dəfə sizə demişdim. Siz dünyaya gələn gecə Hadi öldü və Harun hakimiyyətə gəldi. Bir xəlifə öldü, başqası onun yerinə keçdi. Başqa bir xəlifə doğuldu. Sizdən başqa heç kim hakimiyyətə layiq deyildi. Sizin taleyiniz belə yazılıbmış və həyata keçməli idi. İndi də həyata keçdi. Doğrudan indi xəlifə mənəm. Bəli. İndi kiçik bir addım qalıb ki, hakimiyyət kürsüsü şəriksiz, tamam kamal sizin ixtiyarınıza keçsin. Tahir ibn Hüseyin artıq yola düşüb. Mən inanıram ki, bu qələbədən sonra heç kim sizin qüdrətli ordunuz qarşısında dayana bilməyəcək. Tahir şəhər bə şəhər irəliləyəcək və bir çox torpaqlar müqavimətsiz fəth ediləcək. Elə buna görə də rica edirəm, əmr verərsiz ki, Hərsəmə yola düşüb, Tahirlə birgə Bağdad darvazalarına can irəliləsin. İstəyirsən Bağdadı fəth eləyəsən? İndi əminlə Zibeydə ya sizə təslim olub hakimiyyətinizi qəbul etməlidir, ya da məğlubiyyətin ağır nəticələrinə dözməlidir.
Düz deyirsən. Düz deyirsən. Hərsəmə, yubanmadan yola düş. Özünü Tahirə çatdır və onunla birgə Bağdadı mühasirəyə alın. Baş üstə xəlifə. Zibeydə, Əmin, əhdini pozanların aqibəti başqa cür ola bilməz. Yaxşı, nə xəbər? Nə olub? Niyə belə tələsik üstümə gəlmirsən? Əmir əl-Möminin sağ olsun. Hüzurunuzda dayanmış bu sərkərdələr elə bu saat Tahir İbn Hüseynlə İsa ibn Mahan arasındakı döyüşdən... Bu döyüş söz söhbəti qurtarmaq bilmir ki, bilmir. Məni mərvi düşündürür. İbn Səhildən, Məmundan nə xəbər var? Sərvərim, hər bir döyüş çətin və ağır olur. Hətta fatihlər üçün də. Elə hadisələr baş verib ki, xəlifəni heç də sevindirməyəcək. Deyəsən, bu alçaq düşmən öz həddini aşıb, eybi yox, cəzasını alar. Əsas mətləbə keç görək. Təəssüflər olsun ki, Əli İbn İsa İbn Mahanın ölüm xəbərini gətiriblər. Cəhənnəmə ki ölüb. Qoşunun hamısı, sərkərdə də, əskərlər də bizdən ölmək üçün pul alırlar. De görüm döyüşün axırı necə olub? Ordumuz düşmənlə döyüşü uda bilməyib. Əlbəttə, bu o demək deyil ki, məğlub olublar. Bəlkə də azca geri çəkiliblər ki, yeni, daha çox qüvvə toplasınlar. Əgər bu dəfə hücuma keçsələr, düşmənin işini bir dəfəlik bitirəcəklər. Yeni qüvvə üçün gəliblərsə, Bağdadda nə qələt edirlər? Gəliblər ki, döyüş haqda Əmir əl-Mömininə şəxsən xəbər versinlər. Qələt eləyib gəliblər. Məni maraqlandıran döyüşün nəticəsidir, xəbərlər yox. Niyə üst örtülü danışırsan, cənab vəzir? 70 minlik ordunu o ləyaqətsiz bir şərəf İsa ibn Mahana tapşırdın ki, Məmuna biabırcasına məğlub olub, abrımızı tökəsən? Bizim əskərlər döyüşdə qırılıb, sən də canlarını götürüb sıçan kimi qaçmış bu bəzəkli müqəvvaları gətirmişsən hüzuruma ki, döyüş haqda mənə xəbər versinlər. Hələ bir gözləyirsən ki, onları mən hədiyyə də verim. Onların hədiyyəsi ölümdür. Tez cəllada əmr elə ki, hamısını boynunu vursunlar. Sərvərim, icazə versəz, sizə çatdırılası mühüm xəbərlər var. Daha lazım deyil, əmr, elə eşitdiyin əmrdir. Başına dönün, istəyirdim deyəm axı. Yaxşısı bu da həqiqəti deyəsən, İbn Rəbi. Niyə demirsən ki, əgər əskərlər eşitsə, xəlifə sərkərdələrinin boynunu vurdurub, qiyam eləyərlər, bizim ciddi düşmənimizə çevrilərlər. Deyəsən, siz siyasəti, xəlifəli məndən yaxşı bilirsiniz. Yox, oğlum, sizdən yaxşı bilmirəm, amma tez xəbərdar oluram. Çünki pis xəbərlər eşitməyə adət eləmişəm. Hansı xəbərlər? O xəbər ki, İsa İbn Mahanın günahı üzündən biabırcasına məğlub olmuşuq və Tahir İbn Hüseyn durmadan Bağdada tərəf gəlir. Bir çarə tapıb, Bağdadı qorumaq üçün ordu hazırlamalıyıq. İndi dərhal müqavimət göstərməsək, onda hamımız, hətta sən özün də zəlil kimi Tahir İbn Hüseynin ayağını öpüb yalvarmalısan ki, bizim qanımızdan keçsin.
Düz deyir. Təəssüf ki, düzdür sərvərim. Yaxşı. Onda əmrimi geri götürürüm. Daha lazım deyil onların boynunu vurmaq. Əksinə bizim təşəkkürümüzü çatdırarsan onlara. Göstərdikləri şücaətə görə hər birinə 5.000, yox, 10.000 qızıl sikkə verərsiniz. Sabahdan əskərlərin yeməyini 2 qat artırarsınız. 4 aylıq məvaciblərini də qabaqcadan ödəyərsiniz. Başqa bir şey varsa deyin, yenə əmr eləyim. Təki Tahirin ayağı Bağdada dəyməsin. Xəlifənin fikri rahat olsun. O heç Bağdadın rəngini də görməyəcək. Halım heç yaxşı deyil. Ayaq üstə dayana bilmirəm. Gedib dikəlim. Özüm mənim yerimin nə lazım olsa əmr verərsən. Qulaq as İbn Rəbi. Sən uzun illər bizim sarayımızda daim neymət içində olmuşsan. İndi öz hünərini göstərməlisən. Əgər əminin başına bir iş gəlsə, hakimiyyəti təhlükəyə düşsə, günahı səndə görəcəyəm. Salam ebidə. Salam et. Salam. 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 Hoş geldin. Hoş geldiniz. Sağ ol. Sağ ol. Hoş geldiniz. Sağ ol. Ey Medine cemaati! İsa İbni Mahan öldürüldü. Ve Tahir İbni Hüseyin Bağdat'a tərəf gelir. Görə indi siz nə eləyəcəksiniz? O nə deyir? Nə biləm? Düz iş görmedin kardeş. Hansı işi? Biz demiştik ki imamla danışaq, cemaat da hadiseleri onun dilinden eşitsin. İndi bizim dilimizdən eşitdilər. Nə fərqi var? Cemaat belki heyecanlanıp, olabilir səsküy düşsün. Səsküydən qorxursan dayan? Yox, mən səsküydən... Yox, qorxursan. Elə ona göre de döyüş meydanına gitmedin. Çünkü Mevlam'dan icazə almamıştım. Bu bir bahanedir. Belki de. Ama her halda qəsbkarları ve zalimleri korumak için bence bu vuruşmaktan daha yaxşıdır. Ey Binəqil, danışığına fikir ver. Bizim hər birimiz neçə illər Əli və Zəhra evladları yolunda vuruşub, qılınc çalmışıq, zindana düşmüşük, arvad uşaqdan bu dostluğa görə keçmişik. Bizim haqqımızda niyə belə pis danışırsan? Mən ki pis danışmadım. Niye danıştın? Bütün sefer boyu da çalışırdın ki işlerimizi pis qələmə verip bu hadiselere karışmağımızı o sanattan salasan. Düzdür. Ama mən demək Sənin istəyirdim. sözün mühüm deyil. Əsas söz odur ki, Peyğəmbər evladının dilindən çıxsın. Biraz gözlesen. Onda görərsən ki imam bizim işimizi beğenip, seni ise korkalığına göre necə danlıyor.
Nə deyirəm, gözləyirəm. Ne oldu? Heç nə. Burada neynirsin? Gözləyirəm. İstəyirəm görəm əvvəl Həsən nə cavab verəcək. Tahirə. Fürsət olmadı ki deyim. Yaxşı elədin ki bu səfərə məni tək qoymadın. Əgər sənin köməyin olmasaydı, mən heç vaxt Mədinəyə qayıda bilməzdim. Belki de. Ancak gerek hiç demeyeydin. Çünkü bundan sonra icazə vermeyeceğim ben. Siz bir adım daha atasan. Sen düz deyirmişsən. Ali ibn Musa bizi danlayıb hərəkətimizi pislədi. Dedi ki, bizden ayrılıp öz kılınçlarınıza bel bağlamışsınız. Bura xəlifə sarayıdır, Şam bazarı yox. Elə bilirdiniz ki, o yandan gələcəyəm, ona görə də belə dil boğaza qoymurdunuz, hə? Mən də bu dəfə bu yandan gəldim. Bu nə paltarlardı geymişsiniz, məyər qonaqlığa gedirsiniz? Düşmən Bağdadın darvazaları ağzında dahi baş bilənlər. Bundan sonra birinizin hakkı yoktu ki silah zirhi üstünden açsın. Bütün fikriniz, zikriniz bir şey olmalıdır. Dövüş! Dövüş! Bu ülkede davadalaş kurtarmayınca icazı vermeyeceğim rahat oturasız. Emin. Bu necə çağırmalıdır? Balaca uşaqla danışsan, yoxsa müsəlmanların xəlifəsi ilə? Bəlkə ləqəb və təxəllüslərimi unutursan. Ləqəb və təxəllüslərin nədir? Sərvər, Seyyid, Malik, Mevla, Zillullah, Əmir əl-Möminin. Bəlkə yenə də sayım. Elə bunu bilmək istəyirdim. Əgər Maliksənsə, başqasının qulu olma. Və əgər Əmir əl-Mömininsənsə, onda şeytanın qulu olma. Bəsdir! Gedin. Dağılın. Bəsdir! Mənimlə belə danışma. Nə taxt tacından əl çəkmək istəyirsən, nə də ki özündə bir qüdrət tapa bilirsən. Nə demək istəyirsən? Haqqın yoxdur xəlifə olmağından istifadə eləyib, hakimiyyəti başqasının ixtiyarına buraxasan. Heç bir dövlət iki xəlifə ilə idarə oluna bilməz.
Bunları deməkdən məqsədin nədir? Başa düşmürsən? Yox. Demək istəyirəm ki, bu kişi taxtaçsız sultandır. Bütün xilafəti öz ləyaqətsiz əlinə keçirib, sənin sayəndə rəhbərlik eləyir. Bu da sənə bədnamlıq və rüsvayçılıqdan başqa bir şey qazandırmayacaq. Onu özündən uzaqlaşdırmalısan.